Salam uşaqlar. Bu gün bizə kim hekayə danışacaq? Məncə bu gün çox maraqlı şeylər olacaq. Mən artıq hazıram. Salam uşaqlar. Bu gün sizə 3 maraqlı hekayə danışacağam. Əla, əla. Mən hekayələri çox sevirəm. Amma qorxulu olmasın ha. Yox, qorxulu deyil, amma sizə düşünmək üçün gözəl dərslər verəcək. Bismillahirrahmanirrahim. Məryəm qırmızı qələmə gözü sataşan kimi gözləri parladı. Nə gözəl qələmdir. Tez əyildi, onu götürdü və həyəcanla dostuna dedi: "Bu səhər qırmızı qələm almağa qərar vermişdim, amma yadımdan çıxdı. Əvəzində bir qırmızı qələm tapdım." Nərgiz dedi: "Amma bu sənin deyil. Tez bunu itmiş əşyalar qutusuna qoy ki, sahibinə çatsın." Məryəm qələmi çantasına qoydu və dedi: "Bunu özüm də bilirəm. Aydındır ki, bu onun sahibinindir. Mən sadəcə riyaziyyat imtahanı üçün ondan istifadə edəcəyəm və imtahandan sonra dərhal onu həmin qutuya qoyacağam." Nərgiz dedi: "Olmaz." Məryəm davam etdi: "Ay aman, çox sərtsən. Mən onsuz da daha çox mavi qələmdən istifadə edirəm. Bu qələmdən sadəcə xətt çəkmək və fiqurları çəkmək üçün istifadə edəcəyəm ki, imtahan vərəqim daha səliqəli görünsün. Elə bu qələmlə fiqurlar daha gözəl və daha aydın çəkilir." Nərgiz dedi: "Bu qələm sənin olmadığına görə onunla hətta kiçik bir xətt də çəkə bilməzsən." Deməli başqasının əşyasını icazəsiz istifadə etmək olmaz. Hətta bir xətt belə çəkmək olmaz. Bəli, uşaqlar, başqasının əşyasına hörmət etmək çox vacibdir. Növbəti hekayə necədir? Gəlin indi ikinci hekayəyə baxaq. Kərim Əkbərin ən kiçik əmisi dünən onların evinə gəldi. Əkbərin atası və anası bazara getmişdilər. Kərim Əkbərə dedi: "Əkbərcan, əgər mümkündürsə atanın video kamerasını mənə gətir. Sabah dostlarımla dağa getmək istəyirik. Şəhərin ətrafındakı dağlardan video çəkmək istəyirəm. Sizin kameranız çox əladır." Əkbər təəccüblə dedi: "Əmican, atamın kamerası onun şəxsi deyil, bu idarənin kamerasıdır. Atam onu iş tapşırıqları zamanı istifadə edir." Kərim dedi: "Mən onu cəmi bir gün istəyirəm. Söz verirəm ki, ona yaxşı baxacağam və heç cızıq da salmayacağam." Əlbəttə, atam özü də yaxşı bilir, amma mən əminəm ki, atam razı olmaz. Haradan bilirsən? Çünki ad günümdə o mobil telefonu ilə video çəkdi. Ona dedim ki, niyə kamera ilə çəkmirsən? Dedi, idarənin kamerasından şəxsi məqsədlə istifadə etmək olmaz. Vay, bu da çox maraqlı idi. Deməli, təkcə başqasının yox, həm də işə aid əşyaları icazəsiz istifadə etmək olmaz. Düzdür, hər şeyin öz qaydası var. Nə gözəl hekayədir bunlar. Bəli, gəlin son hekayəni də dinləyək. Küçənin kənarı meyvə yeşikləri ilə dolu idi. Mən və Həsən küçədən keçdik ki, bir az üzüm alaq. Satıcılardan birinin yanına getdik və mən ondan plastik torba aldım. Həsən bir kənarda dayandı. Mən isə yeşiklərin yanına getdim. Hər cür üzüm var idi. Xırda, iri, yaşıl, qara, qırmızı və sair. Bir salxımı götürdüm ki, torbaya qoyum, öz-özümə dedim, yaxşı olar ki, yoxlayım, görüm şirindir ya yox. Bir dənəni ağzıma qoydum, şirin değildi. Yenə sandığa tərəf getdim və başqa bir dənə götürüb ağzıma qoydum, o da şirin değildi. Qara üzümlərdən də bir dənə götürüb dadına baxdım, o da şirin değildi. Satıcıya tərəf getdim. Cənab, bu plastik torbanı götürün, üzümləriniz şirin deyil. Satıcı heç nə demədi. Həsənə dedim,
Gəlin başqa yerə gedək. Bunlar şirin deyil. Həsən dedi: "Pulunu verdin?" Təəccübləndim. "Nə pul? Mən ki üzüm almamışam." Həsən davam etdi: "O yediyim bir neçə dənə necə oldu? Axı satıcı razı qalmalıdır." Deməli, dadına da baxmaq pulsuz deyilmiş. Bəli, əgər istifadə ediriksə, ya haqqını ödəməliyik, ya da satıcının razılığını almalıyıq. Çox gözəl başa düşdünüz. Uşaqlar, bu üç macəradan nə öyrəndik? Başqasının əşyasını icazəsiz istifadə etmək olmaz və istifadə etdiyimiz şeyin haqqını verməliyik. Afərin sizə. Sağ olun uşaqlar.